Salam hörmətli izləyicilər, hər vaxtınız xeyir olsun. Saray qəsəbəsində 2 nömrəli məktəbin yanında Göyyəl ət dükanı var. Bax, düz həmən ət dükanı ilə üzbəyüz 2 mərtəbəli ev satışa çıxarıldı 115 min manata. 115 min manatdan hələ ev sahibi özü endirim eləyəcək. Narahat olmayın, gəlin mütləq özü ilə danışın, qiymətində endirim eləsin. Paket kupçalı evdir ha. Yəni evin də kupçası var, torpağın da kupçası var. Yəni alar-almaz düşəcəksiniz birbaşa qeydiyyata. Yəni ki, nəğd satışa da yararlıdır, ipoteka da yararlıdır. İstəyirsiniz nəğd alın, istəyirsiniz ipoteka ilə alın. Bax, bir də təkərəm, Saray qəsəbəsində 2 nömrəli məktəbdən üzbəyüzdür. Yoldan 30-35 metr məsafə olar olmaz. Hansı ki, o yoldan Bakobus keçir, Xırdan olsun, qayda avtobusudur. Mən mərkəzi yol nəzərdə tuturam. 115 mindən də qiymətli yaxşı endirim olunacaq. Aşağıda bir qonaq otağıdır, hamam, tualet, mətbəxdir. Pilləkanla qalxırsınız yuxarı, yuxarıda 3 dənə yataq otağıdır, bir də hamam, tualet yuxarıda da var. Bir ilə ikinin arası təkrar edən monolitdir. Sonra nə izah edəcəyim? Paket kupçalı evdir demişəm. Deməli, bax, evimizin qapısıdır bu. Evin qapısı görürsünüz, qəşəng şüşəli qapı var. Evin qapısından girəndən sonra içəri buradır, koridordur, mətbəxdir, hamam, tualet, hamısı istipoldur. Düzdür? Bax, məsələn, bu mətbəxi qoyub dənə özünü göstərin buradan, bax. Görürsünüz mətbəxi, bütün boya-boy istipoldur, keramikadır yeri, şəbəkə pəncərədir, özdə pəncərələrin hamısı böyük pəncərələrdir. Mebeli arası, görürsünüz, qəşəng keramika vurulub, qəşəng keramika vurulub, aspiratorun yerinə qədər qoyulub, bütün nöqtələr hamısı çəkilir. Çox səliqə sahmanlı evdə və yüksək keyfiyyətlə tikilmiş evdə. Nə? Bax, bir də burada pləkanın altında bax, belə bir şey yığıb, indi qaladovka kimi. Həm də korrektor sistemi oradadır. Yəni, burada bilirsiniz də, yəni, bütün otaqların, kombinin, xodların azaldıb, çoxalda bilirsiniz. Bu da sanitar qovşağı, birinci mərtəbədə olan. İstipoldur, bəli, izah eləmişəm. Hamısı istipoldur. Mətbəxi göstərdim, koridor, hamam, tualeti göstərdim. İndi qonaq otağına baxın. Bax, birinci belə göstərək. Bu zalıdır. Birinci mərtəbədə bax, zalıdır. Bax, belə, görürsünüz. Bax, belə. Burası belədir. Buranı da bir dənə oradan göstərin. Bax, burada belədir. Deməli, burada istipoldur. Deməli, bax, necə olur. Buranın yeri evin birinci mərtəbəsi polur. Boya-boy hamısı beton styaşkadır. Bütün birinci mərtəbə istipoldur. Mən bayaq dedim, koridor hamam deyil, amma yox. Bütün birinci mərtəbə hamısı istipoldur. Birinci mərtəbə. İkinci mərtəbədən var, radiatorlar var. Görürsünüz, bax, radiatorlar yeri qoyulmuyor, çünki bu istipoldur. 115 min manatdan da endirim olunacaq. Bunun qapıları da qəşəng qapılardır. Bunu gələndə canlı yerində göstərəcəm. Həqiqətən çox yüksək keyfiyyətlə təmir olunmuş evdir. İndi ikinci mərtəbəyə zəhmət olmasa, hörmətli izləyicilər, indi qalxdıq ikinci mərtəbəyə. İkinci mərtəbəyə qalxandan sonra, bax, belə bir koridordur, foyedir. Korrektor sistemin bura qoydular ikinci mərtəbənin. İkinci mərtəbədəki sanitar qovşağıdır. Görürsünüz. İkinci mərtəbədə bir yataq otağıdır. Baxın. Görürsünüz, bunun pəncərələri də böyük pəncərələrdir. Ona görə izah edirəm ki, baxasınız, baxın. Elə yəqin buradan gələndə yol görsənəcək. Bax belə, bu bir yataq otağıdır. Bu bir yataq otağıdır. Bu işığı yandırın. Bax, bu bir yataq otağıdır, görürsünüz. Bunu tamamlayacaqlar, tamamlanmaq işləridir. Bu da növbəti yataq otağı. Bax belə. 3 yataq otağı da yuxarıdadır. Qəşəng ağ laminatı var. Qapıları yaxşıdır. Buradan da krişə çıxmağa yeri var, baxın. Buradan da krişə çıxmaq üçün yeri. Deməli, bir də izah edirəm. Saray qəsəbəsində, deməli, Saray qəsəbəsində Top Marketin, Göyyəl ət dükanının yanında, Göyyəl ət dükanı, yəni 2 nömrəli məktəbin yanına yol gəlir bura. 30 metr məsafəsi var yolda, astronomlar dayanacaq. Bütün marşrutlar, Bakı, Sumqayıt, Xırdalan marşrutları 30-35 metr məsafəsindən gedir. Evin də kupçası var, torpağın da kupçası var. 2 mərtəbəli evdir, bir ilə ikin arası monolitdir. Birinci mərtəbə bütün boya-boy hamısı istipoldur. İkinci mərtəbədə radiatorlar var. Mütləq gəlin bu evə baxın. Sağ olun.